Deməli, nə formada işləyirik? İki əlin tutması zat vaxtından. Bundan həmişə bir çox hallarda biz bu istiqamətə çıxırıq. Bəli, sərt geliş yapırıq. Ona görə həmişə sol əlini qabaqda və sol istiqamətə çıxacaq. Və bacardığımız qədər başımızı aşağı, əli yuxarı qalxır, gəldiyi yaratır ki, buradan rahat qalmadan çıxır. Və digər əlini mütləq özümüzdən tutmalı. Əgər biz özümüzdən tutmasaq, bu əlini möhkəm saxlayır. Mən buradan keçiddə ilişirəm, rəqib özü çıxmaq istəyirəm, yarası tətik və zərbə və s. olacaq. Ona görə nə edir? Həm özümüzü tuturuz, həm əlimizi geniş açırıq. Sol tərəfə doğru. Burada mütləq çiynimizi tuturuz. Çiynimizi buradan çıxartmalıyıq. Çünki çıxartmasa burada rəqib boğa bilər və s. güləşəcək. Ona görə çiynimizi çıxardırıq ki, burada rəqib bizi boğa bilməsin. Və buradan üzünə qarşıya çıxırıq. 1 və 2. Əlimizi soğaları kullanırıq. Belə yox, əl başlanır. Və bu qorxu. Burada da tekrar və kontrol. Bir də başdan izah edək. 1 ileriyə doğru qarşıya. 1 əl. Aşağıdan rəqibin arxası istiqamətində. 20 çok havalı ilişirsiniz. Mən məsələn, şiddəti qolun altından alıp keçirdim.